Hamıya salam. Bugünkü videoda 2011-ci ilin qəbul imtahanının izahını paylaşacağım. Başlayaq sualların izahına. Birinci sual. Usta gün ərzində 70 detal, şagirdi isə 30 detal hazırlamalıdır. Usta planı 110%, şagirdi isə 80% yerinə yetirmişdir. Planın birlikdə neçə faiz yerinə yetirildiyini tapın. İlk öncə ustanın nə qədər detal hazırladığını tapaq. Normalda 70 detal hazırlamalıdır. Bu 70 100%-ə bərabərdir. Amma usta planın 110%-ni yerinə yetirib. 110%. Buradan x-i tapsaq, olacaq 77. İndi isə şagirdinin nə qədər detal hazırladığına baxaq. Plana əsasən 30 detal hazırlamalı idi. Amma planın 80%-ni yerinə yetirib. Buradan x bərabər olur 24-ə. Usta və şagird birlikdə 100 detal hazırlamalı idi, amma 77 üstəgəl 24, 101 detal hazırlayıb. Bu nisbəti də faizlə ifadə eləsək, olacaq 101%. Deməli, usta və şagird birlikdə planın 101%-ni yerinə yetirib. İkinci sual, tənliyin 0 pi parçasına daxil olan kökünü tapın. Bunun üçün ilk öncə sinus x ifadəsini a ilə əvəz edək. 3a kvadratı üstəgəl 4a çıxılsın 7 bərabərdir 0. 3a kvadratı üstəgəl 7a çıxılsın 3a çıxılsın 7 bərabərdir 0. Ortaqları mötərizə xaricinə çıxardaq. 3a a çıxılsın 1 üstəgəl 7 a çıxılsın 1 bərabərdir 0. A çıxılsın 1, 3a üstəgəl 7 bərabərdir 0. Kökləri olur 1 və mənfi 7 bölünsün 3, yəni mənfi 2 tam 3də 1. İkinci kök kənardır, çünki sinus x ifadəsinin qiyməti yalnız mənfi 1 və 1 aralığında dəyişə bilər. Burada isə a-nın qiyməti mənfi 2 tam 3də 1-dir. Deməli, biz yalnız birinci kökə əsasən hesablayacağıq. Sinus x bərabərdir 1-ə. Sinus 1-i 90 dərəcədə alır. X bərabərdir pi böl 2 üstəgəl 2 pi k. Əgər k-nın yerinə 0 yazsaq, x-in qiyməti olacaq pi böl 2. Deməli, bu tənliyin 0 pi parçasına daxil olan kökü pi böl 2 olur. Üçüncü sual, dairənin mərkəzindən uzunluğu 8 olan perpendikulyar qaldırılmışdır. Dairənin sahəsi 225 pi olarsa, perpendikulyarın uc nöqtəsi ilə çevrənin nöqtələri arasındakı məsafəni tapın. Şəkli təsvir elədik. Bu düz xətt perpendikulyardır və uzunluğu 8-ə bərabərdir. İndi isə dairənin radiusunu tapaq. Pi r kvadratı bərabərdir 225 pi-yə. Pi-lər ixtisar gedir. R bərabər olur 15-ə. Deməli, buranın qiyməti olur 15. İndi isə buranın qiymətini Pifaqora əsasən tapaq. 8-in kvadratı üstəgəl 15-in kvadratı bərabərdir s-nin kvadratına. S kvadratı bərabərdir 289, s bərabər olur 17-yə. Dördüncü sual, f(x) funksiyası üçün f törəmə mənfi 1-i tapın. İlk öncə f(x) funksiyasının törəməsini yazaq. X üstünə 5-in törəməsini yazmaq üçün 5 gəlir əmsala, üst isə bir vahid azalır. Çıxılsın, x kvadratın törəməsi 2 gəlir əmsala, üst bir vahid azalır. Daha sonra x-in yerinə mənfi 1 yazıb hesablayaq. 5 vurulsun, mənfi 1 üstündə 4, çıxılsın 2 vurulsun, mənfi 1. Bərabərdir 5 üstəgəl 2. 7. 5-ci sual. ABC ədədləri arasında doğru münasibətləri göstərin. Bunun üçün ilk növbədə köklərin dərəcəsini eyniləşdirmək lazımdır. A bərabərdir kök altında 15-ci dərəcədən 6-nın kubu. Bərabərdir 15-ci dərəcədən kök altında 216. İndi B üçün yazaq. B bərabərdir kök altında 15-ci dərəcədən 3 üstündə 5. Bərabərdir 15-ci dərəcədən
Kök altında 243. C isə olduğu kimi qalır. Kökün dərəcələri eyni olduğuna görə yalnız kökün altındakı ədədləri müqayisə etsək, doğru cavabı taparıq. 250, yəni C böyükdür 243-dən B-dən, o da böyükdür 216-dan A-dan. Deməli, A kiçikdir, B kiçikdir, C. Doğru cavab A variantı. 6-cı sual. İfadəni vuruqlara ayırın. Bu ifadənin mənfisini mötərizə qarşısına çıxardaq. A üstündə 4 çıxılsın A kvadratı çıx 2A üstəgəl 1. Bərabərdir. A üstündə 4 çıxılsın. Bu ifadə A çıx 1-in kvadratına bərabərdir. İndi isə kvadratlar fərqindən istifadə edərək yazaq. A kvadratı çıxılsın A çıx 1 mötərizədə. Daha sonra A kvadratı üstəgəl A çıxılsın 1 bərabərdir. A kvadratı çıx A üstəgəl 1 vurulsun. A kvadratı üstəgəl A çıx 1. Doğru cavab A variantı. 7-ci sual. Funksiyanın təyin oblastını tapın. Funksiyanın təyin oblastını tapmaq üçün loqaritm altı ifadənin qiymətini sıfırdan böyük götürmək lazımdır. Çünki bu ifadə nə sıfıra, nə də mənfi ədədə bərabər ola bilməz. X üstəgəl 1 böyükdür 0, x böyükdür mənfi 1. Doğru cavab mənfi 1, müsbət sonsuzluq. 8-ci sual. İnteqralı hesablayın. İlk öncə sinus kvadratı 4x ifadəsini sadələşdirək. İntegral 0 pi bölü 2 sinus kvadratı 4x'i 1 çıxılsın kosinus 8x bölünsün 2 şəklində yazaq. Dx bərabərdir. 2-də 1-i mötərizə xaricindən çıxardırıq. 1 x-in törəməsidir. Mənfi kosinus 8x isə mənfi sinus 8x böl 8-in törəməsi olur. Sərhədləri isə 0-dan pi böl 2-yə yazaq. Bərabərdir. 2-də 1 pi böl 2 çıxılsın sinus 8 vur pi böl 2 böl 8. 0-ı yerinə qoyub yazmağın mənası yoxdur, çünki cavab 0 alınacaq. Bərabərdir. Pi bölünsün 4 çıxılsın. Bununla bu ixtisar gedir 4pi. 4pi 2 vur 2pi'dir, yəni tam dövrdür. Tam dövrdə də sinus 0 alır. 0-ı da 8-ə böləndə cavab yenə 0 edər. Yerdə qalır pi bölünsün 4. 9-cu sual. Trapesiyanın diaqonalı orta xətti 3/4 nisbətində bölür. Trapesiyanın orta xətti 42 olarsa, oturacaqları fərqini tapın. Trapesiyanın orta xətti həm də diaqonalın böldüyü üçbucaqların orta xəttidir. Əgər 3/4 nisbətində bölünübsə, onda orta xəttin uzunluğu olacaq 7x. Bu bərabər olur 42-yə. X-in qiyməti olur 6. Deməli, bura 18 imiş, bura isə 24 imiş. Bu üçbucağa baxaq. Əgər bunun orta xətti 24-dürsə, onda bunun paralel olduğu tərəfin uzunluğu olacaq 48. Əgər bura 18-dirsə, onda paralel olduğu tərəf olacaq 36. Bizdən oturacaqları fərqini tapmaq tələb olunur. 48 çıxılsın 36, doğru cavab olur 12. 10-cu sual. Bərabərsizliyi həll edin. İlk öncə bu ifadənin surətinə baxaq. Surətdəki ifadə üslü ifadədir və biz bilirik ki, üslü ifadə heç vaxt mənfi qiymət almır. Hər zaman müsbət qiymət alır. Kəsrin ümumi qiyməti də müsbətdir. Deməli, məxrəzdəki ifadənin qiyməti də müsbət olub ki, müsbəti müsbətə böləndə cavab 0-dan böyük alınıb. 11 çıxılsın x böyükdür 0. Mənfi x böyükdür mənfi 11-dən, x kiçik olur 11-dən. Digər tərəfdən, surətdəki ifadədə x sıx 2 var. Əgər x-in yerinə 2 yazsaq, ifadənin mənası qalmır. Deməli, x 11-dən kiçik qiymətlər alır, amma 2-ni almır.
Yəni mənfi sonsuzluqdan 2-yə qədər, daha sonra 2-dən 11-ə qədər qiymətlər alır. Doğru cavab B variantı. 11-ci sual, limiti hesablayın. X-in yerinə 0 yazanda həm surətdə, həm də məxrəcdə 0 alınır. Bunun üçün L'Hopital qaydasından istifadə etmək olar. Hər tərəfin törəməsini tapaq. Limit x yaxınlaşır 0-a. 1-in törəməsi 0-dır. Mənfi vurulsun kosinus 2x-in törəməsi mənfi sinus 2x vurulsun 2-yə bərabərdir. Bölünsün x kvadratın törəməsi olur 2x bərabərdir. Mənfi mənfini aparır, müsbət olur. X-in yerinə yenə də 0 yazsaq, həm məxrəc, həm də surət 0 alınır. Ona görə də bir dəfə də törəmə almaq lazımdır. Limit x yaxınlaşır 0-a. Sinus 2x-in törəməsi kosinus 2x vurulsun 2 vurulsun 2 bölünsün 2x-in törəməsi 2. Bu 2-lər ixtisar gedir. X-in yerinə 0 yazsaq, kosinus 0-da 1 alar. 1-i də 2-yə vuranda doğru cavab olar 2. 12-ci sual. Hansı şərt ödəndikdə kompleks ədədlərinin fərqi sırf xəyali ədəddir? Kompleks ədədlərinin fərqi xəyali ədəd olması üçün bunların həqiqi olan hissələrini 0-a bərabər eləmək lazımdır. Yəni, A1 çıxılsın A2 0-a bərabər olmalıdır. Onda A1 bərabər olmalıdır A2-yə. Digər tərəfdən B1 B2-yə bərabər olmamalıdır. Çünki əgər onlar bir-birinə bərabər olarsa, ümumilikdə bu fərq 0-a bərabər olacaq. Doğru cavab Y variantı. 13-cü sual. PT çevrəyə toxunan, PT bərabərdir BT və bucaq TAB 80 dərəcə olarsa, bucaq BTA'nı tapın. Şəkildəki bərabər yanlı üçbucağın oturacağına bitişik bucaqların hər birini alfa ilə işarə edək. Əgər bu bucaq alfadırsa və bu daxilə çəkilmiş bucaqdır, deməli onun söykəndiyi qövsün dərəcə ölçüsü olacaq 2 alfa. Digər tərəfdən şərtdə qeyd olunub ki, bu toxunandır. Əgər PT toxunandısa, onda bu bucaq olacaq söykəndiyi qövsün yarısı. Yəni, alfaya bərabər olur. İndi üçbucağın daxili bucaqlarını yazaq. Bu iki bucaq alfa oldu, burada alfa oldu. Bu 80 dərəcəli bucaq, bu üçbucağın xarici bucağıdır. Və biz bilirik ki, üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni, 2 alfanın qiyməti bərabər olacaq 80-ə, alfa bərabər olacaq 40-a. Bu bucaq oldu 40. Digər tərəfdən, buradakı bu bucaq olacaq 100 dərəcə, çünki onun qonşu bucağı 80-dir. Həmin 100 dərəcəli bucaq bu üçbucağın xarici bucağıdır. Ona görə də alfa ilə x-in cəmi də bu 100-ə bərabər olur. Alfanı 40 tapmışdıq, x-in qiyməti olacaq 100 çıxılsın 40, 60 dərəcə. 14-cü sual. Bərabər yanlı üçbucağın oturacağa çəkilmiş hündürlüyü 20, oturacağın yan tərəfə nisbəti 4/3 olarsa, üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Şəkli təsvir elədik. Bərabər yanlı üçbucağın oturacağa çəkilmiş hündürlüyü həm də median olduğuna görə oturacağı iki hissəyə ayırdı. Əgər oturacağın yan tərəfə nisbəti 4/3-dürsə, onda oturacaq bu iki bərabər parçaya ayrılmış olur. Yan tərəfi isə 3K olaraq qeyd elədik. Pifaqora görə K-nın qiymətini tapaq. 20-nin kvadratı üstəgəl 4K kvadratı bərabər olur hipotenuzun kvadratına, 9K kvadratına. 5K kvadratı bərabərdir 400, K kvadratı bərabər olur 80-ə. İndi isə üçbucağın xaricdən çəkilmiş çevrənin radiusunun düsturunu yazaq. R bərabərdir ABS bölünsün 4S. ABS üçbucağın tərəfləridir. 3K vurulsun 3K vurulsun 4K bölünsün 4 vurulsun sahə. Sahə necə tapırdıq? Oturacaq vurulsun hündürlüyün yarısı. Yəni 4K vur 20 bölünsün
2 bərabərdir. 4K'lar ixtisarcidir. 3K vur 3K 9K kvadratı bölünsün 2 vur 20 40. K kvadratının qiymətini 80 tapmışdıq. 9 vurulsun 80 bölünsün 40. Bunlar ixtisarcidir. Doğru cavab olur 9 vur 2 18. 15-ci sual. Tənliklər sistemindən x çıx y fərqini tapın. Tənliklər sisteminin bərabərliklərini tərəf-tərəfə toplayaq. X kubu çıxılsın 3x kvadratı y üstəgəl 3xy kvadratı çıxılsın y kubu bərabər olur 1-ə. Bərabərliyin sol tərəfindəki ifadə müxtəsər vurma düsturunun açılışıdır. X çıx y kubu bərabərdir 1-ə. Onda x çıx y 1-ə bərabər olacaq. 16-cı sual. Tənliyi həll edin. Hər tərəfi 12-yə vuraq. 12x üstəgəl x bərabərdir 65 vurulsun 12. 13x bərabərdir 65 vurulsun 12. Hər tərəfi 13-ə bölək. Burada qalır 5. X-in qiyməti olur 60. 17-ci sual. Üçbucağın tərəfləri 8 və 9. Onlar arasındakı bucağın sinusu isə 9-da 4-ə bərabər olarsa onun sahəsini tapın. S bərabərdir 2-də 1 vurulsun A vur B vur sinus alfada yerinə qoyub yazaq. 2-də 1 vurulsun 8 vur 9 vur sinus alfanın qiyməti 9-da 4. Bunlar ixtisarcidir. Yerdə qalır 8 vur 4 32 bölü 2 16. 18-ci sual. İfadəni sadələşdirin. 3-də 2 üstündə mənfi 1 olur. 2-də 3. P üstündə mənfi 3-ü mənfi 1-ə vuranda olur P üstündə 3 vurulsun. 2 üstündə mənfi 1 vurulsun K üstündə 2. 2 üstündə mənfi 1-i də sadələşdirib yazaq. 2-də 3 P kubu 1 bölü 2 vurulsun K kvadratı. Doğru cavab A variantı. 19-cu sual. Tənliyin kökləri hasilini tapın. İlk öncə ifadəni mümkün olduğu qədər sadələşdirək. Burada x-in qüvvəti əmsala kvadratı yüksəlmiş formada keçir. 16 loqaritma 3 əsasından x kvadratı bərabərdir. Buradakı 2 isə olduğu kimi keçir. 12 vurulsun 2 loqaritma 3 əsasından x. Üstəgəl 16. Loqaritm 3 əsasından x-i a ilə əvəz eləyək. 16a kvadratı bərabərdir 24a üstəgəl 16. İfadələri bir tərəfə yığıb 8-ə bölək. 2a kvadratı çıxılsın 3a çıxılsın 2 bərabərdir 0. Diskriminant hesablayaq. 9 çıxılsın 4 vur 2 vur mənfi 2. Mənfini buraya yazsaq müsbət olur. Bərabərdir 25. A bərabərdir 3 üstəgəl 5 bölünsün 2a 4. Bu olur 2. A bərabərdir 3 çıxılsın 5 bölünsün 4. Olur mənfi 2-də 1. Daha sonra ayrı-ayrılıqda bərabər eləyib yazaq. Loqaritma 3 əsasından x bərabərdir 2-yə. X-in qiyməti olur 9. Loqaritma 3 əsasından x bərabərdir mənfi 2-də 1. X-in qiyməti olur 1 bölünsün kök altında 3. Bərabərdir kökdə 3 bölünsün 3 şəklində yazmaq olar. Bundan başqa əsas misalda x-in dərəcəsi cüt olduğuna görə tapdığımız 9 ilə kökdə 3 böl 3-ün mənfi qiymətlərini də nəzərə almaq lazımdır. Yəni, bu tənliyin 4 kökü olur. Müsbət mənfi 9 və müsbət mənfi kök altında 3 bölünsün 3. İndi bu köklərin hasilini tapaq. Mənfi 9 vur müsbət 9 vurulsun. Kök altında 3 böl 3 vur. Mənfi kök altında 3 böl 3. Mənfilər müsbət olur. 3 vur 3 9. Bundan ixtisar gedir.
Yerdə qalır 9 vurulsun kökdə 3 vur kökdə 3. 9 vur 3 27. Doğru cavab C variantı. 20-ci sual. Oturacağı üçbucaq olan prizmanın neçə üzü var? Şəkli təsvir elədik. 2 dənə oturacaq və 3 dənə də yan üz, cəmi 5 dənə üz olur. 21-ci sual. Silindrin yan səthinin açılışı diaqonalı oturacaq müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirən düzbucaqlıdır. Silindrin həcmi 18/3 olarsa, açılışın diaqonalını tapın. Şəkli təsvir elədik və bucaqları qeyd etdik. Bura olur düzbucaqlı üçbucaq. Bilirik ki, 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabər olur. Əgər diaqonal 2x isə, onda bura olacaq x, bura isə olacaq x kök altında 3. Düzbucaqlının uzunluğu, yəni x, silindrin oturacağındakı dairənin uzunluğuna bərabər olur. X bərabərdir 2pi r. Buradan r-i tapaq. X bölünsün 2pi. İndi isə həzm düsturunu yazaq. V bərabərdir pi vurulsun r-in kvadratı, yəni x kvadratı bölünsün 4pi kvadratı vurulsun h. H isə düzbucaqlının enidir, yəni x kök altında 3. Bu bərabər olur 18 kök altında 3-ə. Bunlar ixtisar gedir. Pi'lər ixtisar gedir. Yerdə qalır x kubu bölünsün, pi'nin yerinə 3 yazırıq. 4 vurulsun 3, 12 bərabərdir 18. X kubu bərabərdir 12 vur 18, 216. X'in qiyməti olur 6. Bizdən açılışın diaqonalını soruşur. Açılışın diaqonalı 2x idi. X'in qiyməti 6-dırsa, onda olacaq 2 vur 6, 12. 22-ci sual. Bərabərliyə əsasən n-i tapın. İlk öncə bu bərabərliyi mümkün olduğu qədər sadələşdirək. Bundan başlayaq. 2n üstəgəl 2 faktorialı belə yazaq. 2n üstəgəl 2 vurulsun 2n üstəgəl 1 vurulsun 2n faktorial. n çıx 1 faktorialı isə olduğu kimi saxlayaq. n çıx 1 faktorial bölünsün 2n faktorial vur n üstəgəl 1 faktorialı sadələşdirək. n üstəgəl 1 vurulsun n çıx 1 faktorial bərabərdir. Bununla bu ixtisar gedir. Bununla bu ixtisar gedir. Bərabərdir 5. İndi bunu sadələşdirək. 2n üstəgəl 2 vurulsun 2n üstəgəl 1. 4n kvadratı üstəgəl 6n üstəgəl 2 bərabərdir 5 vurulsun bu ifadə. 5n kvadratı üstəgəl 5n. Bunu sadələşdirək. N kvadratı çıxılsın n çıxılsın 2 bərabərdir 0. N'in qiyməti olur 2 mənfi 1. N mənfi qiymət ala bilməz. Deməli, doğru cavab olur 2. 23-cü sual. Funksiyanın təyin oblasına daxil olan tam ədədlərin cəmini tapın. İlk öncə kökaltı ifadəyə baxaq. Kosinusun ala biləcəyi qiymətlər mənfi 1, 1 aralığında dəyişir. Maksimum qiymət olan 1-i qoysaq, 2 vur 1, 2, 2 çıx mənfi 3 ifadənin qiyməti olur mənfi. Mənfi 1 qoysaq, mənfi 2 çıx 3, mənfi 5. Yenə mənfi qiymət alır. Deməli, kosinus x-in yerinə hansı qiyməti qoysaq, bu ifadənin qiyməti həmişə mənfi olacaq. Kökaltı ifadənin isə müsbət olması üçün bunun da qiyməti mənfi olmalıdır. X kvadratı çıxılsın 9x üstəgəl 14 ifadəsinin qiymətini 0-dan kiçik bərabər edək. X çıx 7, x çıx 2 kiçik bərabərdir 0. Kökləri olur 2, 7. İntervallar üsulu ilə yazsaq, bura 2, bura 7. Bu aralıqdan 8 qoysaq müsbət, mənfi, müsbət. Deməli, x-in ala biləcəyi qiymətlər 2, 7 aralığında dəyişir. Digər tərəfdən x çıx 3 məxrəcdədir. Məxrəc isə 0 ola bilməz. Deməli,
x-in yerinə biz 3 yazsaq, ifadənin mənası qalmır. Onda 3 qiymətini bu aralıqdan çıxardaq. 2, 4, 5, 6 və 7. İndi isə bu ədədlərin cəmini hesablayaq. Cəmi olur 24. 24-cü sual. A və B vektorları üçün uyğunluğu tapın. İlk öncə A variantını yoxlayaq. A variantını yoxlamaq üçün A və B vektorlarının hasilini tapmaq lazımdır. Birinci üçün yazaq. -3 vurulsun -2 üstəgəl 1 vurulsun -6 bərabərdir. -3-ü -2-yə vuranda müsbət 6 edər. 1-i -6-ya vuranda -6 edər. Bunların cəmi olur 0. Deməli, A və B vektorları bir-birinə perpendikulardır. 1-ə gedir A variantı. İkinci üçün A və B vektorlarının hasilini tapaq. -3 vurulsun 6 üstəgəl 1 vurulsun -2 bərabərdir. -18 üstəgəl -2 olur -20. İkinciyə gedir B variantı. Bundan başqa A və ikinci bənddəki B vektorunun koordinatlarına fikir versək, görərik ki, bunların nisbəti bir-birinə bərabərdir. Yəni 6 böl -3 bərabərdir. -2 bölünsün 1-ə. Olur -2. Nisbətlərin bərabər olması onu göstərir ki, bu vektorlar paraleldir və mənfi olmağından bilirik ki, vektorlar əks istiqamətli olur. Deməli, 2-yə həm də Y variantı uyğun gəlir. A, B, Y variantlarını yazdıq. İndi isə C və D-yə baxaq. İndi hər bir B vektorunun uzunluğunu hesablayaq. Birincidə -2-nin kvadratı üstəgəl -6-nın kvadratı bərabərdir 40-a. Deməli, birinci B vektorunun uzunluğu olur kök altında 40. İkinci üçün hesablayaq. 6-nın kvadratı üstəgəl -2-nin kvadratı bərabərdir 40-a. İkincinin də uzunluğu kök altında 40 olur. Üçüncüdə -5-in kvadratı üstəgəl 12-nin kvadratı olur 169. Bunu da kök altına salsaq, B-nin modulu olacaq 13. Deməli, üçüncüyə D variantı uyğun gəlir. 25-ci sual. Uyğunluğu müəyyən edin. İlk öncə birincini sadələşdirək. Sinus 9pi böl 2-ni 4pi üstəgəl pi böl 2 üstəgəl alfa şəklində yazmaq olar. 4pi 2 vur 2pi'dir, yəni dövr sıfırlanır. Pi böl 2 üstəgəl alfa. Sinus pi böl 2-də adını dəyişir, olur kosinus alfa. İşarəsi isə dəyişmir, çünki pi böl 2 üstəgəl alfa ikinci rübə düşür. İkinci rübdə də sinusun qiyməti müsbətdir. Deməli, birinci varianta kosinus alfa uyğun gəlir. C variantı. İkinciyə baxaq. Kosinus 8pi üstəgəl pi çıxılsın alfa. 8pi də 4 vurulsun 2pi şəklində yazmaq olar və burada da yenə dövr sıfırlanır. Yerdə qalır pi çıxılsın alfa. Pi olanda kosinus adını dəyişmir, olduğu kimi qalır. Kosinus pi çıx alfa ikinci rübə düşür və ikinci rübdə də kosinusun qiyməti mənfi olduğuna görə bunun qabağına mənfi yazmaq lazımdır. Üçüncünü sadələşdirək. Tangens 5pi böl 2 çıxılsın alfa. Tangens 2pi üstəgəl pi böl 2 çıxılsın alfa. 2pi də dövr təkrarlanır, yerdə qalır pi böl 2 çıxılsın alfa. Pi böl 2 də tangens adını dəyişir, olur kotangens alfa. Pi böl 2 çıxılsın alfa da birinci rübə düşür. Birinci rübdə də tangensin qiyməti müsbət olduğuna görə işarə dəyişmir. İndi variantlarda olan ifadələri sadələşdirək. A variantına baxaq. Kotangens pi'də adını dəyişmir. Kotangens alfa. Pi üstəgəl alfa üçüncü rübə düşür. Üçüncü rübdə də kotangensin qiyməti müsbətdir. Ona görə də işarəsi də dəyişmir. Kotangens alfa
Biz üçüncüdə tapmışdıq. Deməli 3-ə gedir A variantı. B variantına baxaq. Kotangens pi bölü 2-də adını dəyişir olur tangens alfa. Pi bölü 2 üstəgəl alfa ikinci rübə düşür. İkinci rübdə də kotangensin qiyməti mənfi olur. Mənfi tangens alfa isə heç bir cavabda yoxdur. C variantını yazmışdıq. D-yə baxaq. Kosinus pi-də adını dəyişmir. Kosinus alfa olduğu kimi qalır. Pi üstəgəl alfa 3-cü rübə düşdüyünə görə kosinusun işarəsi dəyişir olur. Mənfi kosinus alfa. Bunu da biz ikincidə tapmışdıq. Deməli ikinciyə gedir D variantı. İndi axırıncını sadələşdirək. Sinus 5 pi bölü 2 çıx alfanı sinus 2 pi üstəgəl pi bölü 2 çıx alfa şəklində yazmaq olar. 2 pi də dövr təkrarlanır. Pi bölü 2 də sinus adını dəyişir olur kosinus alfa. Pi bölü 2 çıxılsın alfa birinci rübə düşür. Birinci rübdə də sinusun qiyməti müsbət olduğuna görə işarə dəyişmir. Müsbət kosinus alfa olur. Bunu da biz birinci cavabda tapmışdıq. Deməli, Y variantı da birinciyə uyğun gedir. Doğru cavab 1-ə C, Y, 2-yə D, 3-ə A.